Hə, köhnələr. Deyirəm, Axund bağının yanında, arxa planda gördüyünüz bax belə bir köhnə bir bina var. O binanın çox bir dənə maraqlı bir dənə aspekti var. Fikir verirsiniz, bax, mənim barmağımın istiqamətində orada bir pəncərə var. Yəni pəncərədə də bu dəqiqə hansısa bir qız oturub kitab oxuyur. Gəlin mən sizə indi onu biraz yaxından göstərim. Baxın, bax həmən bu pəncərədən sizə danışıram mən. Görürsünüz, yəni qıraqdan elə görünür ki, elə bil ki bu həqiqi bir pəncərədir və orada bir qız oturub kitab oxuyur. Bax, bir dənə belə bir rakursdan da çəkim sizin üçün. Görürsünüz. Baxın, bu da ikinci rakurs. Təsəvvür edin ki, mən bax özüm də bir neçə dəfə olub ki, gəlmişəm bu əraziyə. Özünüz də bilirsiniz də bu ərazidə bir neçə, yəni kafelər var, restoranlar var, kasıbların kafesi. Yəni ki, bahalı olmayan bir yerlərdə. Gəlmişik, yemişik, içmişik oradan. Sonra da ki, mən çıxmışam ki, gedim evə. Dayanmışam bax bu dayanacaqda, avtobus gözləyən zaman gözümə sataşıb həmən o pəncərə. Baxmışam, özü doğrudan da həqiqətən elə bilmişəm ki, orada doğrucu adam oturub, doğrucu qız oturub kitab oxuyur. Üstündən keçir bir neçə müddət, yenə də həmən təkrar. Yenə gəlirik burada hardasa otururuq uşaqlarla, axşam vaxtı vidalaşanda evə gedəndə yenə mən gəlirəm həmən bu dayanacağa və görürəm yenə də həmən qız orada o kitab oxuyur. İnanın mənə, üstündən bəlkəm sonra xeyli vaxt keçəndən sonra, yəni bir dəfə gün işığında mən diqqətlə baxdım ora və artıq başa düşdüm ki, o sadəcə bir rəsm əsəridir. Başa düşürsünüz? Amma onu da demək istəyirəm ki, həmən bu binaya çox belə gözəl, qəşəng bir kolorit verir. Özdə özünə məxsusluq verir. Başa düşürsünüz? Yəni ki, bir adi hal deyil də bu. Bu qədər. Sabahınız bir də xeyir olsun. Gününüz uğurlu olsun.